Frank dövləti, bir də Bizans. İkisini keçirelim. İkisini keçirelim. Qulaq asın. Frank dövləti keçəndə uşaqlar, birinci o dövrün Avropadakı ümumi vəziyyətdən danışmaq lazımdır. Hansı ki, Qərbi Roma İmperiyasının süqutundan sonra, yəni 476-cı ildən sonra, təbii ki, Qərbi Roma İmperiyasında kim süqut eləmişdi? Vandal tayfalar süqut eləmişdi. Və Qərbi Roma İmperiyası dağılması ilə Avropada quldarlıq quruluşu dağıldı və yeni bir dövr, feodalizm dövrü və orta əsrlər dövrü başladı. Biz nə demişdik? Feodalizm Avropa ilə şərqdə fərqli idi də. Avropada 5-ci əsrdə başlamışdı. Feodalizm daha tez bitmişdi, 15-ci əsrdə tutaq ki. Amma Azərbaycanda isə tez başlayır, ta 18-19-cu əsrə qədər getmişdik bu formada. Bizim burada bilməli olduğumuz bir Vandal German tayfaları var. German tayfaları kimlərdir? Ümumiyyətlə, 1-ci əsrdən etibarən Reyn çayının qərbdə yaşayan tayfaları German tayfaları adlandırırdılar. Və bu tayfalar hələ o dövrdə iqtidai mərhələdə yaşayırdılar. Düz bəzi tayfalar var ki, uşaqlar, iqtidai zamandan birbaşa şəkildə keçmişlər feodalizmə. Nəhayət, bəzi tayfalar var da, bəzi xalqlar var. Biz dedik ki, Frank tayfaları birlikdə iki qola ayrılırdı. Sonralar 4-cü əsrin ikinci yarısında Frank tayfalarına başçılıq edirdi. Chlodwig adlı şəxs başçılıq edirdi və bu Chlodwigin başçılığı ilə Franklar 486-cı ildə Qalliyaya gələrək Qalliyadakı sonuncu deməyək, keçmiş Roma dövlətinin canişini var idi Qalliyada. Onu məğlub edirlər və beləliklə Qalliyada möhkəmlənirlər. Bu hadisədən sonra Chlodwig Frank dövlətini yaratmış olur. Frank dövlətinin ərazisinə haralar daxildir soruşsaz, Qalliya indiki Fransa əraziləri, Paris şəhəri daxil olmaqla Loire çayına qədər ki ərazilər daxil idi. İndiki Fransanın yerində idi belə desək Frank dövləti. Və Chlodwigin gördüyü işlər nələrdir? Bir, dövləti yaratdı. İkinci, Qalliyada möhkəmləndi. Xristianlıq dinini qəbul etdi. Xristianlığı qəbul etməsi ona gətirib çıxardı ki, Chlodwigin ruhani tərəfdarları, dindar tərəfdarları daha da artmışdır. Və Chlodwigin dövründə 6-cı əsrin əvvəllərində ilk Frank qanunları qəbul edildi və biz deyirik ki, bu Frank qanunları Latın dilində və qədim Roma hüququ əsasında yazılmış qanunlar idi. Chlodwigin dövründə dedik ki, dövlət yarandı, gücləndi və biz sonra keçirik 8-ci əsrin birinci yarısında Frank dövlətində sarayda baş məmur vəzifəsini yerinə yetirən Karl Martel'dən söz açır. Baxın, yenə deyirəm, baş məmur. Karl Martel hökmdar deyildi. Hökmdar deyildi, baş məmur idi, ancaq dövləti kralın adından idarə edirdi. Frank kralın adından idarə edirdi. Və bu Karl Martel ordu islahatı keçirir Frank dövlətində və daha sonra 732-ci il Poitiers döyüşündə, məşhur Poitiers döyüşündə ərəblərə qalib gəlir. Poitiers dövrünün bizim üçün əhəmiyyəti nədir? Testlərə düşəndir. Poitiers dövrünün əhəmiyyəti odur ki, bu döyüş nəticəsində ərəblər məğlub oldu və ərəblərin Avropanın içərilərinə doğru irəliləməsinin qarşısını aldı. Xəritəni gözünüzün qabağına gətirin, ərəblər İspaniyadan girmişdilər. Daha doğrusu Afrikadan İspaniya keçmişdilər, yəni Pirneyi yarımadasına. Oradan başlayırlar Avropanın içərilərinə doğru irəliləməyə. Ancaq Poitiers döyüşündə məhz Frank dövləti ərəblərin qarşısını kəsmişdi. Sonra biz keçirik Böyük Karolun hakimiyyəti dövrü, 768-814-cü illər. Böyük Karol hakimiyyətə gəldikdən sonra ilk olaraq ordu islahatı keçirilmişdi. Ordu islahatında nə idi məsələn? Biz dedik ki, Frank dövlətində orduda kəndlilər idi. Kəndlilər də at sürməyi bacarmırdılar, at belində döyüşməyi bacarmırdılar. Birincisi silahlar da yox idi. Ona görə də Böyük Karol nə elədi? Kəndliləri oradan uzaqlaşdırdı. Əvəzində öz yaxın adamlarına, əyanlara geniş torpaqlar bağışladı. Və bu torpaqları payladığı əyanlar müharibə vaxtı öz vəsaiti ilə, öz pulu ilə ordu toplamalı idi. Silahlı əskərlər toplamalı idi. Və beləliklə döyüşçülərin həm gücü, həm sayı da artmış oldu. Böyük Karol nə edib? Avar xalqanlığına son qoyub, döyüşkən Saks tayfaları ilə 30 ilə yaxın mübarizə aparır. Lakin sonra görür ki, Saks tayfalarına qalib gələ bilmir. Və buna görə də Saks tayfalarının
böyük torpaq sahələri bağışlayır saks tayfalarını idarə edənlərə, əyanlara böyük torpaq sahələri paylamaqla onları öz tərəfinə çəkmişdi. Sonra İspaniyada ərəblərlə, müsəlman ərəblərlə müharibələr aparmış, o bir hissəsini ələ keçirmişdir İspaniyanın. İtaliyanın şimalında Germanlarla mübarizə aparmış, orada bir hissəni ələ keçirmişdir. 800-cü ildə isə Romaya gedərək, daha doğrusu Roma papasının razılığı ilə özünü imperator elan etmişdir. Biz Frank dövlət formasında deyirik, Frank krallığı deyirik, 5-ci əsrin ikinci yarısından 800-cü ilə qədər, artıq 800-cü ildən etibarən Frank imperiya olmuşdur. Yəni 800-dən çəkmişdir Romaya. Roma papasının razılığı özünü imperator elan etmişdir. 800-cü ildən 843-cü ilə qədər imperiya olmuşdur. 843-cü ildə isə uşaqlar, yəni Böyük Karolun ölümündən sonra onun nəvələri arasında bölünür Frank imperiyası. 3 dənə nəvəsi arasında bölünür. Nə idi? Onların adı şəhər kitabında var idi. Daz Karol, Almaniyalı Lothar, bir də Ludwig idi səhv eləmirəmsə. Onların arasında bölünür və 3 dənə krallıq yaranır. Bir saniyə zəng etsin. Parmaq bilir. 3 dənə krallıq yaranır. 843-cü il Verden müqaviləsi ilə. İtaliya, Almaniya və Fransa krallıqları. Bu krallıqlar arasında kiçik bir kitabda var hissələr. Fransa krallığını deyirik ki, məsələn, 3 dənə sülalə idarə etmişdir. Karolinglər, Kapetinglər, Burbonlar sülaləsi idarə etmişdir. Kapetinglərin dövründə artıq Fransanın böyük əraziləri birləşdirilmişdir. Almaniya dağınıq halda idi, ta uzun illər dağınıq halda olmuşdur. 1800-cü illərə qədər dağınıq idi. İtaliyada Almaniya kimi dağınıq, ancaq Verden müqaviləsi ilə yaranmış bir krallıq idi. Belə, bizim Frank dövlətimiz bu qədər danışdıqlarım kimi. Bizans imperiyası isə uşaqlar, biz bilirik ki, qədim Roma dövləti 395-ci ildə 2 hissəyə parçalanmışdır. Və Qərbi Roma 476-cı ildə Vandal tayfaları tərəfindən süqut eləmişdi. Hansı ki, Qərbi Romanın süqutundan sonra Şərqi Roma, Bizans öz varlığını saxlayırdı və 395-ci ildən 1453-cü ilə qədər idarə edilirdi. Bu dövrdə Bizansı idarə edirdi, təbii ki, Bizans imperatoru, paytaxtı isə Konstantinopol şəhəri idi. Konstantinopol, keçmiş Bizantiyyadızadı, Konstantin köçürmüşdü 330-cu ildə. Və biz dedik ki, Justinianın hakimiyyəti dövründə Frank, daha doğrusu Bizans dövlətinin qızıl əsri adlanır. Yəni, Justinian dövründə daha da qüvvətlənmiş, ərazilərini genişləndirmişdir. Justinian üçün deyirik, 532-ci ildə Bizans-Sasani müharibəsinə son qoymuşdur, aralarında müqavilə imzalanmışdır. Baxın, ov kimi yadda saxlaya bilərsiniz Justiniana. İtaliyadakı Ostrogot krallığını və Vandal krallıqlarını süquta uğratmışdır, deməli, Justinian. Daha sonra ərəblərlə mübarizə aparmışdı və Justinian dövrü Bizansın ən güclü dövrüdür. Onun ölümündən sonra başlayır yavaş-yavaş Bizans zəifləməyə. 1071-ci ildə isə keçmiş Səlcuqlarda Malazgirt savaşında Alparslan Bizans imperatoru Roman Diogeni məğlub edir və Bizansın Anadoludakı ərazilərinin böyük hissəsi keçir kimə? Səlcuqlara. Daha sonra biz indi keçəcəyik səlib yürüşləri var. 4-cü səlib yürüşü 1202-1204-cü ildə səlibçilər bu dəfə Bizansı yürüş etmişdilər, 8 dənə ayısı. Və 1204-1265-ci illərdə, 61-ci illərdə Bizans imperiyasının yerində Latin imperiyası, səlibçilərin Latin imperiyası mövcud olmuşdur. Sonra mövcudluğunu 61-də bərpa edir, ancaq ərazilərin böyük bir hissəsini itirir. 1453-cü ilə doğru artıq Bizansın əlində sadəcə qalmışdı nə? Konstantinopol və biraz ətraf əraziləri, qalanı Osmanlı tutmuşdur. Nəhayət Fatih Sultan Mehmet 53-cü il mayın 29-unda Konstantinopol tutur. Bununla da Bizans imperiyasına son qoyulur. Bizans'ı ümumiyyətlə adlandırırıq şəhərlər ölkəsi, şəhərlər ölkəsi. Minə yaxın şəhər var idi Bizansda. Konstantinopol isə adlandırılırdı Qızıl Körpü. Qızıl şəhər, şəhərlər ölkəsi. Uşaqlar bu qədər. Frank dövləti və Bizans dövləti.